müəllimim gəlir. Salam müəllim. Gəl, yaxşı tapmışam. Mən istəyirdim ki... Səni yaxşı tapmışam mən. Doğrudan mənə tapmaq belə çətindir. Bir ildə axtarıram. Hə? Bu qalıb burada sənə qiyməti yazmalıyam baxın mən. Doğrudan yaz da bu cəmaatın qabağında görsünlər neçə alınır. Neçə yazıram? Bir 5 yaz da nə olar? Bir 5? Hə bənə? Bir 5? Hə 5. Yaxşı, baxaq da görək. Yaxşı. De görə bax nə hazırlasınsan. Nə hazırlamısan, nə bilirsən, danış görək. Hamısını bilirəm də neçə ildir və... Nahaq yerə hər sinifdə 5-6 il qalmamışam onu. Örgənməyə qalmışam, deməli hörmətim olub ki qalmışam da. Hörmətim olmasaydı o bursular ki sıra 1, 2, 3, 4, 11 getdi. Hörmətim var ya, bloknoydum, məktəbdə saxlayırdılar. Deyirlər elə qoy gözümüzün qabağında olsun. Eləsi olurdu mənimlə oxuyanlardan. Məktəbi qutarırdı, gedirdi, institut qutarıb gəlirdi, təzdən mənə dərs deyirdi. Mən fəxr edirdim, mənim şagird yoldaşım mənim müəllimim. O isə baxırdı, mənə paxırlıq edirdi. Deyirəm, mən gedib gəlmişəm bu hələ buralardan. Hörmət belə olmalıdır. Yaxşı, aydın oldu. Nə? İndi sən danış görək, bax bugün nə hazırlamısan? Bir danış görək. Hazıram, bilirəm, hamısını bilirəm. Danış da bilirsən, danış görək. Bırı nədir? Hamısını birdən deyirəm də, o oxuyur. Onda gəl belə eləyəm, mən sənə əlavə sual verirəm. Bilmədin qiymət almayacaqsın. Çətin sualdır. Yox, asan suallar. Birdən çətin olar, biabır olar. Olmazsan. De görək, kök nəyə deyil? Kök hələ köktür, kökə gömbul deyirlər. Qonşumuz bu boydadır. Nə? Kök hərdadır, qonşudadır. Xəbər neçə cür olur? Xəbər 2 cür olur, şad xəbər, bir də bəd xəbər. Şad xəbər odur ki, bir pis qonşum vardı, yıxıldı başbaqdan. Bəd xəbərsə bugün bizə qonaq gələcək, neynəyəcək? Evdə olan yeməkləri yiyəcək. Neçə gün qalacaq? 4 gün, dəhşətli xəbər. Mənə də görün 18-ci əsr alimləri haqqında nə deyə bilərsən? Onu deyə bilərəm ki, hamısı ölüb gediblər. Nə? Dərman! Yaxşı, ağlama. Ağlama. Bilmirsən, hazır dörsən imtihanı. Bilirəm. Hansı çaylar tanıyırsan? Çaylar çoxdur, Azərbaycan çayı, Gürcü çayı. Birinci sort, ikinci sort, üçüncü sort. İndiyestir, Məryəm, Sara. Sonra Gürbət, çempiyon. İçən kimi olursan Napolyon. İçirsən çempiyonu olursan əcdaha. Çayın əlamətlərini göstər. Kim yanı bilirsən? Görürsən, nə soruşurum deyir. Nə qəşəngliksən ay mən? Bilmirsən, oxumamısan, heç nə bilmirsən. Oxumuşam ay mən. Üzümə deyə baxsan, elə güya hər şey bilirsən. Sən də mənim üzümə elə baxsan, güya mən heç nə bilmirəm. O bursu uşaqlar 3 dənə suala cavab verib, mən bayaqdan 15'ini danışmışım. Bilmədikləri də məndən ürgənir. De görə hansı ev heyvanlarını tanıyırsan? Ev heyvanları çoxdur, taxta biti, tarakan, hörümçək, milçək, ağcaqanat itdili. Ağcaqanat xırda yırtıcı ev heyvanı. Xırda versalyot şəklində olur, bıyıltı ilə gəlir. Adamın nüvoy yerinə pasaska eləyir. Zapravka eləyir, aradan çıxan heyvana ağcaqanat deyir. Bir də var mığmığa adamı salır dığdığa. Ama ev heyvanları görməmişsən. Ağcaqanat ev heyvanıdır. Ev heyvanı dörsə onun evdə nə ölüm ağzı? Kim ona propiska verir? Qoyun görmüşsən? Ha, qonşumuzun oğluna qoyun verir. Qoyunun xeyri çoxdur, qoyunu yiyirik. Sonra? Ətindən kebab eləyirik. Sonra? Piyini əridirik, yağ eləyirik. Bala, fabrikdə ondan nə hazırlayırlar? Fabrikdə ondan qonaqları yemək. Fabrikdə ondan nə hazırlayırlar? Qulağım dartılır.
Fabrikta ne hazırlayırlar? İkisinde de artık. Yaxşı, yunundan ne hazırlayırlar? Oyun bize bu yunundan kostyum, paltar, Ay, sağ ol, pencey. Koyunun yununa paltar hazırlayır. O bize kostyum verir, paltar verir. Deməli səni paltarla hansı heyvan təmin edir? Atam. Ha buraya gel. Buraya gel diyorum. Ya geç buraya gel. Ya geç buraya gel. Geç buraya. Gel buraya gel.